Bugünkü dərsimiz Atabəy Şəmsəddin Eldənizdir. Azərbaycan tarixi dərsindən 5-ci sinif Azərbaycan tarixi, mövzu 10-cu mövzu. Böyük Səlcuq imperiyası sultanlıqlara və atabəyliklərə parçalanmışdı. Atabəylər Səlcuqlu şəhzadələrin tərbiyəçiləri idi. Yalnız xüsusi istedadı və qabiliyyəti olan şəxslər bu vəzifəyə təyin edilirdi. Hər bir atabəy öz şəhzadəsinə sədaqətlə xidmət edir, onun haqlarını qoruyurdu. Bu dövrdə Azərbaycanda atabəylər Eldənizlər dövləti yaranmışdı. Onun qurucusu Şəmsəddin Eldəniz idi. O, Səlcuq şəhzadəsi Arslan Şahın atabəyi olmuşdu. Burada da xəritədə görürük Atabəylər dövlətini, Eldənizlər dövləti. Atabəylər dövlətinin paytaxtı Naxçıvan şəhəri olub. Burada da sarı işarələrlə Atabəylər dövlətinin şəhərləri qeyd edilib. 40-cı qul bilirsinizmi? Burada bizim üçün bir məlumat verilib. Rəvayətə görə Eldəniz uşaq yaşlarında olarkən Dərbənddəki qul bazarından satın alınmışdı. Bazarda belə bir qayda var idi. 39 qul alana daha bir qul hədiyyə verilirdi. 39 qul alan tacirə də 40-cı qul hədiyyə edildi. Bu qul arıq və çəlimsiz bir uşaq idi. Tacir bu hədiyyəni könülsüz qəbul edir. Yay fəsli olduğundan qulları aparan karvan yalnız gecələr hərəkət edir. Gündüzlər dincəlirdi. 40-cı qul yol boyu yuxuladığından arabadan 3 dəfə yerə düşmüşdü. 2 dəfə onu tapıb arabaya qoydular. 3-cü dəfə tacir onu götürməmək göstərişi verir. O, pulsuz başa gələn arıq və sısqa bir qulun nazı ilə oynamaq fikrində deyildi. Səhər açılanda uşaq yuxudan ayılır. Karvan artıq yox idi. Arabaların izini tutan uşaq günün qızmarında səhərdən axşamadək yol gedərək karvana çatır. Uşağın bu fərasəti taciri heyrətləndirir. Tacir onu İraqdakı Səlcuq sarayına verir. Bu uşaq gələcəkdə böyük bir dövlətə hökm edəcək Şəmsəddin Eldəniz idi. Qıpçaq əsilli Eldəniz İslam dinini qəbul eləmişdi. İslamı qəbul edən şəxslər digərləri ilə bərabər hüquqlara malik olurdular. Sultanın göstərişi ilə Səlcuq sarayında onun təlim-tərbiyəsi üçün xüsusi müəllim ayrılmışdı. Eldənizə elmi biliklər və hərb sənətinin incəlikləri öyrədilirdi. Tezliklə o, at sapmaqda, qılınc oynatmaqda və ox atmaqda mahir olan bir döyüşçüyə çevrildi. Artıq o çəlimsiz və sısqa quldan əsər-əlamət qalmamışdı. Tezliklə Eldəniz bacarığı və sədaqəti ilə sultanın rəğbətini qazanır. Sultan onu oğlu şəhzadə Arslan Şahın atabəyi təyin edir. Sultanın ölümündən sonra onun hakimiyyətə gələn qardaşı Arranın Azərbaycanın bir hissəsinin idarəsini Eldənizə tapşırdı. Burada bunu bilmək maraqlıdır hissəsi var. Oranı indi oxuyuram sizə. Bir gün Arslan Şahın əhval-ruhiyyəsi yaxşı idi. O xəzinəsində nə varsa kimə gəldi bağışladı. Eldəniz bunu eşidən kimi sultanın bağışladıqlarının hamısını geri aldı. Sonra üzünü sultana tutub dedi: "Pulu ehtiyacın xaricində işləri xərcləsən, lazımsız yerə pul toplamaq məcburiyyətində qalarsan. O zaman xalqa zülm etmiş olarsan." Şəmsəddin Eldəniz bununla sultana demək istəmişdi ki, dövlət xəzinəsini boş yerə dağıtmaq və onun xərclərini xalqın üzərinə qoymaq olmaz. Davam edirik. Naxçıvan şəhərini özünə mərkəz seçən Eldəniz 1136-cı ildə yeni dövlətin əsasını qoydu. Bir qədər sonra atabəyi olduğu şəhzadəni sultanlıq taxtına çıxaran Atabəy Eldəniz bütün hakimiyyəti öz əlinə keçirdi. O artıq böyük atabəy idi. Onun hakimiyyəti dövründə yadelli basqınlarının qarşısı alındı. Şirvanşahlar asılılığa salındı. Dərbənd tutuldu. Beləliklə bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibində birləşdirildi. Eldəniz öz hakimiyyətini qonşu ərazilərə də yaydı. Keçmiş qul Dərbənddən İran körfəzinə qədər uzanan geniş ərazilərin hökmdarına çevrilmişdi. Burada da xəritədə də görürük ki, yuxarıda Dərbənddən aşağıda İran körfəzinə qədər olan hissəni Atabəylər dövləti əhatə edir. Deməli, keçmiş qul Dərbənddən İran körfəzinə qədər uzanan geniş ərazilərin hökmdarına çevrilmişdi. Onun şəxsiyyəti ilə bağlı maraqlı məlumatlar vardır. Ədalətli davranışına, qazandığı parlaq qələbələrə görə Eldənizə Şəmsəddin,
yəni dinin günəşi ləqəbi verilmişdi. Atabəy zəhmətkeş və çalışqan idi. Ömrünün son 15 ilini at üstündə səfərlərdə keçirmiş, dövlətini bütün təhlükələrdən qorumuşdu. Verdiyi sözlərə sadiq olması ilə fərqlənən Atabəy ətrafında sədaqətli və ləyaqətli adamları toplamışdı. İradəli və qətiyyətli idi. Bir qərar verdisə, onu hökmən yerinə yetirirdi. Lakin səbirli və tədbirli olduğundan heç vaxt tələsik qərarlar vermirdi. Bu onun nüfuzunu daha da artırırdı. Güclü yaddaşa malik olması da Atabəyin üstün keyfiyyətlərindən idi. O heç bir hadisəni unutmur, özünə qarşı çıxanları da yadda saxlayırdı. Siyasi sabitlik iqtisadiyyatın yüksəlişinə səbəb oldu. Əhalinin güzəranı yaxşılaşdı, ölkədə mədəniyyət də inkişaf elədi. Bu dövrdə məşhur şairlər, alimlər və memarlar yetişdi. Dahi şair Nizami Gəncəvinin yaradıcılığının xeyli hissəsi Atabəylər dövrünə təsadüf edir. Naxçıvan memarlıq məktəbinin əsasını qoyan memar Əcəmi Əbubəkiroğlu dövlətin ilk paytaxtı Naxçıvanda çoxsaylı memarlıq nümunələri yaratmışdır. Onların bəziləri dövrümüzə də gəlib çatmışdır. Şəmsəddin Eldəniz oğlanlarına güclü dövlət miras qoymuşdu. Onun oğlanları dövləti daha da gücləndirdilər. Hətta kiçik oğlu Qızıl Arslan sultan titulu qəbul etmişdi. Eldənizin nəvələri isə babalarının yolunu gedə bilmədilər. Dövlət zəiflədi və süqut etdi.